Pis nəfslər yansın. Həqiqətən. Gözəl, gözəl. Gözəl dualarımız vardı, elə dua edirdik. Dedilər ki, bəs dərs başlayır. Allah uşaqlar hamımızı pis gözlərdən, kəm baxışlardan, sərt qışlardan, neçə o şey vardı da. Neçə onlardan. Kabuslardan, bəli. Cırtdandan, şeytandan. Cırtdan, bəli Adil. Cırtdanlardan, sırtlanlardan qorusun bizi. Allah səni şeytandan, böhtlardan, cırtlardan, itlərdən, qurtlardan, səhv paborotlardan, becamotlardan, cizli kuluklardan saxlasın. Pis baxan insanlardan. Amin de desəydi, amin. Amin, 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 amin. Ne amin? Ay sağ ol. Amin. Yaxşı, deməli, bugün, əslində o bugündür, mən bugün deyirəm. Bugünlərim keçəcək mürəkkəb cümləni. Siz onsuz da sadə cümlənin nə olduğunu çox yaxşı bilirsiniz. Bunu bugünlərim yazdığınız testlərdən də görmək olardı. Növbət dərs cavablar çıxanda daha rahat görəcəyik. Rəhil, onsuz da gelib toyda yeyib içəcəksən də, əl çəkdə yəni. Mürəkkəb cümlə isə uşaqlar, minimum 2 qrammatik əsası olan cümlələrdir. Nədir bu qrammatik əsas? Qrammatik əsas nədir? Cümlənin baş üzvləridir. Bəli, bu həmciz üzvlər olaraq sayılmır. Əli, Zübeyir yanaşı oturdular, dərs oxudular. Burada 2 dənə mübtəda var, 2 dənə xəbər, amma mürəkkəb cümlə deyil. Bunlar həmcinsliyi olan mübtəda və xəbərdir. Yəni, mürəkkəb cümlə olması üçün ayrı-ayrı cümlələrin olması lazımdır. Məsəl üçün, Hikmət oxuyur, vergül, Miri isə telefonla oynayır. Bax, bu cümlədə ayrı-ayrı, bax, görürsünüz, vergüldən sonra, yəni belə deyək, cümləni bölmüş yaradan bu tərəfdə biri, bu tərəfdə biri. Oxuyur Hikmət, oynayır Miri. Ayrı-ayrı mübtəda və xəbərləri var hələ. Görürsən? Yaxşı gör ha. Bu olacaq mürəkkəb cümlə. 2 qrammatik əsas bu deməkdir. Anladıq mı? Mürəkkəb cümlə də özü bölünəcək 2 yerə uşaqlar. 1. Tabesiz mürəkkəb cümlə. 2. Tabeli mürəkkəb cümlə. Bunların arasında dağlar qədər fərq var. Tabesiz mürəkkəb cümlələri rahatdır, tapmaq olur. Tabeli mürəkkəb cümlələrdə bəzi qanuna uyğunluqlar çiğnənilir. Məsələn, 2 mübtəda, 2 xəbər bir mübtədaya aid ola bilir. Amma indi orada müəyyən nüanslar var ki, onlara baxıb onun tabeli və ya tabesiz olduğunu və ya sadə olduğunu rahat şəkildə tapmaq olur. İndi onu deyəcəyik inşallah. Proqramda tabesiz mürəkkəb cümlənin məna növləri yoxdur, doğrudur. Yəni, əvvəlki illərdə var idi, keçən il, bu il məna növlərini çıxardıblar. 6 dənə məna növü vardı. Zaman idi, ardıcıllıq idi, deyək ki, səbəb nəticə idi, bölüşdürmə idi, aydınlaşdırma və s. Bunlar artıq soruşulmayacaq. Sadəcə, məsəl üçün, belə bir sual düşə bilər ki, hansı cümlə tabesiz mürəkkəb cümlədir? Tabesiz mürəkkəb cümlələr ayrı-ayrı sadə cümlələrdən ibarət cümlədir. Bax, məsəl üçün, deyirəm ki, məclis qızışdı. Fikir bitdi mi? Bitdi. Qonaqlar yeməyə başladılar. Ayrı-ayrı cümlədir. Biz bunu eyni vəziyyətə, eyni bir cümlənin tərkibinə sala bilərikmi? Sala bilərik. Məclis qızışdı, vergül. Yəni qonaqlar sözünü ikisi ilə başladıq və ikisini bir cümləyə salmış olduq. Yeməyə başladılar qonaqlar, qızışdı nə? Məclis. Oldu tabesiz mürəkkəb cümlə. Tabesiz nə deməkdir? Yəni uşaqlar, bax, işarəsi budur. Bu baş cümlə işarəsidir. Yəni, bir-birinə tabi olmayan hər ikisi görürsünüz, bax, ox buna da çəkilib, buna da çəkilibdir. Heç bir cümlə bir-birindən asılı deyil. Yəni, biz birinci cümlədən sonraki vergülü yığışdırıb, nöqtasını qoyub, onu müstəqil bir sadə cümləyə çevirə bilirik. Amma bu tabeli mürəkkəb cümlədə mümkün deyil. İndi onu da deyəndə görəcəksiniz inşallah. Oldu mu?
Və yaxud da belə bir şey deyək. Məsəl üçün, gah yağış yağır, vergül, gah da gün çıxırdı. Bu necə cümlədir? Tabes mürəkkəb cümlə. Niyə görə? Yağan yağışdır, çıxan da gündür. Bunlar da gah nədir? Gah da bağlayıcı vasitələrdir, tabeslik bağlayıcılardır. Bunların tərəflərini bir-birinə bağlayıbdır. Başa düşdünüzmü? Tabes mürəkkəb cümlə belədir. Yəni, qısa və konkret şəkildə məğzini başa düşün ki, nədir? Bizə əsas lazım olan tabeli mürəkkəb cümlələrdir. Tabeli. Tabeli mürəkkəb cümlələr adından da göründüyü kimi biri digərinə tabedir. Yəni nə deməkdir? Cümlənin biri baş cümlədir. Yəni nə cümlə? Əsas cümlədir. Biri isə ad olaraq terminoloji mənada budaq cümlə deyilir. Yəni asılı cümlədir. Biz baş və budaq cümlə məsələsinə, əsas və asıllıq məsələsinə bir dəfə toxunmuşuq. Harada? Şərt şəklini keçəndə. Yadınızdadırmı? Dedik ki, şərt şəkli müstəqil cümlənin xəbəri olmasa da müstəqil xəbər ola bilir. Bu nə deməkdir? Yəni cümlədə altından xəbər olaraq müstəqil şəkildə xətt çəkə bilirik. Amma müstəqil cümlənin xəbəri olmur. Niyə? Həmişə asılı cümlənin xəbəri olur. Asılı cümlə odur. Asılı cümlə, budaq cümlə nə deməkdir uşaqlar? Baş cümlədə aydınlaşdırılacaq, yəni meydana çıxması gərəkən cümlə üzvü var ki, həmən cümlə üzvüdür. Ayrılıb fərqli bir şəkildə işlənilir. Məsəl üçün belə deyək. Deyirəm ki, mənə aydın oldu ki, baxın, vergülümü qoydum və dayandım. İndi hamınız durub baxacaqsınız üzümə ki, Selcan. Tamam da müəllim, cümlə bitmədi axı. Bax, görürsünüz bir yarımçıq fikir var. Aydınlaşdırılması gərəkən bir fikir var. Cümlədən ümumi olaraq bir sual çıxır. Mənə aydın oldu ki, uşaqlar, sual verəcəksiniz. Nə? Bax, bu nə sualının cavabı ikinci cümlədədir. Ona görə də ikinci cümlə nədir? Budaq cümlədir. Bu cür cümlələr sadələşdiriləndə budaq cümlə gəlir baş cümlənin tərkibində buraxılmış üzvün yerində işlənir. İndi baxaq. Mənə aydın oldu ki, heç kim oxumayıb. Düzdür? Bu oldu baş cümlə. Bu da oldu budaq cümlə. İndi baxırıq. Sualı hansı cümləyə verdiysə, həmən cümlə baş cümlə sayılmış olur. Təhlil zamanı ayrı-ayrılıqda təhlil edirik. Təbii ki, bu öz yerində. Oxumayıb kim? Heç kim. Aydın oldu kimə? Mənə. Bu öz yerində. Amma sadələşdirəndə belə olmuş olur. Baxın. Mənə aydın olan nə idi uşaqlar? Ay sağ ol. Sadələşdirəndə belə bir şey olacaq. Heç kimin oxumadığı mənə aydın oldu. Aydın oldu nə? Heç kimin oxumadığı. Sadələşdirdiyimiz təqdirdə budaq cümlə keçdi. Birinci cümlənin tərkibində mübtəda oldu. Ona görə budaq cümlə sayılır. Və yaxud da başqa bir cümlə yazıram. Onu anladım ki, sual çıxardın görüm cümlədən. Nəyi? Ay sual. Bu birbaşa sualı çəkdi öz üstünə. Nəyi anladım? Onu anladım ki, həyat rahat yer deyil. Dünya rahat yer deyil. Sadələşdirdiyimiz təqdirdə nə olacaq? Bu baş cümlədir, bu da budaq cümlədir. Budaq gələcək, baş cümlədir. Nəyi sualı? Yəni, tamamlıq vəzifəsində iştirak edəcək. Sadələşdirin görüm. Həyatın rahat yer olmadığını anladım. Bu qədər bəsit. Bildin? Əli. Və yaxud da başqa bir cümlə yazın. Əlidən xahişim budur ki, sual nə çıxır? Nədir? Ay sual. Sakit otursun. Bax. Burada artıq sual çıxdısa, indi bunları keçəcək, əvəzlik qəlibdirsə, demək ki, əvəzlik qəlibin işləndiyi cümlə baş cümlədir, bu da budaq cümlədir, bundan asılıdır, bu öz yerində.
İndi sadələşdirdiyimiz təqdirdə buradakı sualın cavabı bizə lazımdır. Nədir? İndi bunu gətirin, bunu yerinə qoyun görüm. 50-dən ay sağ ol. Xahişim sakit oturmağıdır. Vəssalam. Sadələşdirdiyimiz təqdirdə ikinci cümlə gəldi. Birinci cümlədə sualın yerinə bizə aydın olmayan cümlə üzvü nə olacaqsa onun yerində işlənmiş oldu. Onu aydınlaşdırdı. Başa düşdün mü hanım? Nəzrin, anladın? Nə gözəl. Hüseyin. Sadəcə eşidib eşitmədiyini yoxlamaq istəmirəm. Yəni başa düşdün? Gözəl. İndi kimə gəlir o zəng? Hə, üzr istəyirəm abi, bağışla. Deməli, indi biz əsas olaraq nəyə baxmalıyıq? Baş və budaq cümlənin yeri, bir də budaq cümləni baş cümləyə bağlayan vasitələr nələr ola bilər? Onlara baxacağıq. İndi bizə maraqlı gələ bilər ki, müəllim, biz elə hər zaman nə biləcəyik ki, birinci başdır, birinci budaqdır. Müəyyən bağlayıcı vasitələr var və onların vasitəsindən biz bunu dəqiqləşdirəcəyik. Deməli, baş cümlə birinci də gələ bilər, ikinci də gələ bilər. Amma hər zaman budaq cümlədən ox baş cümləyə doğru çəkilir. Niyə görə? Çünki budaq cümlə asıl olduğu üçün baş cümləyə tabedir. Birinci də gəlsə, ikinci də gəlsə. Və budaq cümləni baş cümləyə bağlayan vasitələri var. 1. Tabellik bağlayıcıları. Ən önəmli məsələlərdən biri tabellik bağlayıcıları. Tabellik bağlayıcıların içərisində səbəb bağlayıcısı və aydınlaşdırma bağlayıcısı olduqda nə olmuş olur? Birinci baş, sonra budaq gəlir. Məsəl üçün bayaqlarım dediyimiz kimi. Bayaq dediyimiz kimi. Dərsə gecikdim. Çünki avtobus gec gəldi. Bax, bu cümlədə niyə birinci baş cümlə gəlir? Çünki bağlayıcısından bağlanıbdır. Bundan əlavə, məntiq olaraq belə bir şey tuturuq. Sual hansı cümləyə verilir? Dərsə gecikdim. Niyə? Bax, bu niyəni aydınlaşdırmaq üçün biz budaq cümləni gətirib sadələşdirib burada iştirak elətdirəcəyik. Dərsə niyə gecikdim? Avtobus gec gəldi deyə. Sadələşdirək. Dərsə avtobus gec gəldiyi üçün gecikdim. Oldu səbəb budaq cümlələri, tabeli mürəkkəb cümlə. Bunun da bir 10-11 dənə məna növü vardı. Onu da proqramdan çıxardıblar deyin, keçmirik artıq. Aydınlaşdırma bağlayıcısı ilə oxuyuram ki, işə yarayım. Nə ilə bağlandı uşaqlar? Ki ilə bağlandı. Nə olacaq? Budaq, baş. Yəni bu formada, bu sxem. Və sual bura veriləcək. Oxuyuram ki, niyə oxuyursan bala, nə məqsədə? Məqsədin nədir? İşə yaramağım üçün oxuyuram. Olacaq məqsəd budaq cümlələri, tabeli mürəkkəb cümlə. Keçdik. Şərt və güzəşt bağlayıcıları gəldikdə isə uşaqlar birinci budaq, sonra baş cümlə gələcək. Bunu aydınlaşdırmanın yolu budur. Məsəl üçün şərt bağlayıcısı. Əgər insan sansa, belə bir cümlə deyilir. Əgər insansansa, sev insanları. Birinci başlı budaq. Budaq. Niyə? Əgər bağlayıcısı var. Bundan başqa bir göstəricisi, isə hissəciyi var. Birinci budaq gəlmiş oldu. Güzəştlə necə olacaq? Hərçənd ki, yaxında yaşayır, amma hər dərsə gecikir. Burada bizi çaşdırıcı məqam ammadır. Amma sizi aldatmasın. Tabesizlik bağlayıcısı olsa da ammadır, ancaqdır, lakindir. Bəzən tabelinin də tərəflərini bağlaya bilir. Bizə artıq tabellik bağlayıcısı göründüsə, tabesizlik bağlayıcısı moddan düşdü. Hərçənd varsa,
mütləqdir ki, bu tabeli mürəkkəb cümlə olacaq. Demişdik də, tabellik bağlayıcısı olan cümlələr 99% nə olur? Tabeli mürəkkəb cümlə olur. Yəni bu bağlayıcılar tabeli mürəkkəb cümlənin tərkibində işlənir. Elə sevginaz. Görürsüz, bilir sevginazda. Belə. İndi uşaqlar, istisna bir məqama toxunuruq. Ki bağlayıcısının bağladığı cümlə, kinin bağladığı bir cümlə istisna olaraq birinci budaq sonra baş gələ bilir. Bu zaman əlaqəli tabeli mürəkkəb cümlədir. Zaman budaq cümlədir. Necə olmuş olacaq? Bax, bura diqqətli olun. Çünki bununla bağlı testdə nə qədər sualımız var. Yadınızdadırmı? Elə ədatını keçəndə bəzi cümlələrə toxunurdum. Elə içəri girmişdim ki... Bəli, baxın. Elə içəri girdim ki... Nə oldu? Qapı döyüldü. Bax, bu cümlədə, uşaqlar, baxırsan ki, normal adam balası kimi cümlədir. Eşqin, yuxun gəlir. Gəlirsə, xoş gəlir. Bu elə nədir? Ədat, dəqiqləşdirici ədat, düzdür? Bax, bu tip cümlələrdə eləni görəndə və yaxud da bu cür cümlələrə yenicə, təzəcə kimi zərfləri də artıra biliriksə, birinci budaq sonra baş sxeminə uyğun tabeli mürəkkəb cümlə olmuş olur. Çünki sual elə içəri girdim ki, yox, qapı döyüldü. Nə zaman qapı döyüldü? İçəri girəndə qapı döyüldü. Və yaxud da bax, heç elə olmaya da bilir. Testləri, bayaqki epizod, testləri payladım ki, nə oldu? İşıq söndü. Görürsünüzmü? Biz bunun əvvəlinə elə ədatı da artıra bilirik. Bax, elə testləri payladım ki, işıq söndü. Və yaxud da nə artıra bilərik əlavə? Testləri yenicə paylamışdım ki, işıq söndü. Təzəcə payladım ki, işıq söndü. Anladıq? Bax, bu tip cümlələrdə ki, sizi çaşdırmasın. İstisna məqamdır ki, burada neynir? Birinci budaq cümlə gəlir. Yenə də bağlayıcı vasitədir, amma birinci budaq cümlə gəlir. Bunu qeyd də eləyə bilərsiniz. Konspektdə də səhv eləmirəmsə qeyd eləmişəm. Amma hər ehtimala təkrar biliyin mamasıdır. Yazın. Bir daha da yazsınız, məncə problem olmaz. Davam edəkmi? Edək. Növbəti. Bağlayıcı sözlər. Uşaqlar, bağlayıcı sözlərin bağladığı tabeli mürəkkəb cümlədə istisnasız budaq baş sxemi gəlir. Söhbət orta məktəbdən gedir. Elmi qrammatikada çox şey çıxa bilər ortalama. Budaq baş sxeminə uyğun gəlir. Bağlayıcı söz nədir? Funksiyasını itirmiş nə? Sual əvəzlikləri. Məsəl üçün, bax, kimi sual əvəzliyidir, düzdür? Kim də sual əvəzliyidir? Nə qədər də sual əvəzliyidir? Haraya da sual əvəzliyidir. Amma bunların işləndiyi cümlədə bu sual əvəzlikləri sual funksiyasında işlənmir. Cümlənin sonunda sual qoyulmur. Məsəl üçün, deyirəm ki, kimi istəyirsən, vergül, onu da çağır. Sağ ol, şahzadə. 1. Bu bağlayıcı sözdür. Sual əvəzliyidir. Həmçinin bunun ikinci cümlədə nəyi var? Qarşılıq söz. Bax, bunun adına deyirlər uşaqlar. Qarşılıq söz. Qarşılıq söz yadınızda qalsın. Birinci cümlədə işlənəndə əvəzlik gəlib sayılır. İkinci cümlədə işlənəndə bağlayıcı sözün qarşılıq sözü sayılır. Yəni, qarşılıq söz əvəzlik gəlib hansı cümlədədirsə, o cümlə baş cümlədir. Amraslanov. Başa düşürsən? Qarşılıq sözlərdə daha çox işarə əvəzlikləridir. Məsəl üçün, kim oxuyur və yaxud da oxuyur yazmayaq da, kim çalışır, o da müvəffəq olur. Kim
O. Bax, buradakı kim bağlayıcı söz, bu da onun qarşılıq sözü. Və yaxud da nə qədər istəyirsən götür. İkinci cümləyə qarşılıq sözü artırmadım mən. Siz artırın görün. Bəli, nə qədər istəyirsən o qədər götür. Nə qədər tapşırdınız, aldım. Yəni nə qədər tapşırdınız, bəli, o qədər aldım. Ay sağ ol. Haraya? Haraya? Çağırıldın? Get. Ay sağ oraya get. Başa düşdünüz uşaqlar? Əvəzlik qarşılıq söz nədir? Bağlayıcı söz nədir və bunların cümlədə işlənmə funksiyası necə olur? Anladıq? İndi bəzi sözlər var ki, istisna. Bunları qeyd eləyin və yaxud da bilmirəm, qeyd eləmişəm yoxsa yox. O vaxt ki, yanında ki var. O zaman ki, o an ki, onda ki, o yerə ki kimi ifadələr sual əvəzliyi deyil. Amma nə sayılır uşaqlar? Bağlayıcı söz sayılır. Qeyd eləyin bunları. Məsəl üçün cümlədə işlədirəm. O yerə ki, çağırılmadın, Murad başı qaldır. Çağırılmadın, getmə. Qarşılıq söz qoyun görüm. Ay sol. O yerə ki, çağırılmadın, oraya getmə. Bax, bu olacaq nə? Yanında kilər, ki ədatları varsa, olacaq bağlayıcı söz. Çaşdırmasın. Ki ədatları varsa bağlayıcı söz olacaq. Çünki növbəti etapda onları biz əvəzlik qəlib kimi görəcəyik. Oldu? Gözəl. Növbəti bağlayıcı məqam. Sa şərt şəkilçisi. Sa şərt şəkilçisi üstə gələk da və yaxud da nə? Belə ədatı. Bir də sual ədatı. Bunun üçünlə də bağlanan cümlələrdə uşaqlar budaq baş sxemi var. Yəni sa ilə də, sa plus da ilə də, m ilə də bağlandısa, demək birinci nə gəlir səydə? Budaq gəlir. Məsəl üçün adi primitiv bir şey yazıram. Oxusa öyrənər. Başqa heç bir şey yoxdur ki. Oxusa öyrənər. Necə cümlədir? Bəli, sa varsa istisnasızdır. Budaq, baş, bu formada. İndi bayaq dediyim o çaşdırıcı məqam budur. Üzr istəyirəm. Mən çox öskürəm hər halda. Amma siz artıq öyrəşmişsiniz də, elə deyilmi? Elə Səidə, öyrəşmişsiniz maşallah. Baxın uşaqlar, bayaqlarım kiminsə dediyi bir məsələ var idi. Oxusa kim? O. Öyrənər kim? O. Ya bu lap qəribə bir şey oxşadı. Burada bir dənə göz qoyuruq. Burada da belə. Oyda. Qəribə şəkil oldu. Tamam. Deməli, çəpdə gözlə gözlər. Nə olacaq? İki xəbərin ikisi də bir mübtəda ilə əlaqələnəcək. Amma bunun bizim söhbətimizdə dəxli yoxdur. Niyə görə? Göstərici varsa, bu artıq tabeli mürəkkəb cümlə sayılacaq. Niyə görə tabelidir? Çünki cümləni yarıda kəsmək olmur. Oxusa dedin, nöqtəsini qoydun, çıxdın, getdin. Sən gələnə kimi uşaqlar gözləyəcək ki, görəsən hədəni oxusa nə olacaq? Hədənə? Başa düşdün Banu? Fuad anlayırsan? Maşallah. Burada diqqətli olmaq lazımdır. İki xəbər bir mübtədəyə aid ola bilər. Tabeli mürəkkəb cümlədə. Sayla. Bu varsa, əgər madam ki bağlayıcılarda bunlarla işlənə bilər. Zaten onları da bayaqlarım dedik, qoyduq bir kənara. Sa plus da ədatı necə olacaq? Evdə tək qalsa belə və yaxud da qalsa da vergül qorxmurdu. Nə olacaq? Tabeli mürəkkəb cümlə olacaq. Hansı sxem? Budaq üstə gələk yarpaq. Düzdür? Diqqətli olmaq lazımdır. Çox oxusa belə öyrənə bilmirdi. Necə olacaq? Hə, yenə sa belə və yaxud da sa da fərqi yoxdur.
Bunlarda da budaq baş sxeminə uyğundur. İndi uşaqlar, belə bir məsələ var. Bax, bu cür cümlələrin sadələşmə məsələsi var ki, bu biraz daha çaşdırıcıdır. Bunlar sadələşəndə necə olur? Maydə. Bunlar sadələşəndə necə olur? Məsəl üçün, deyir ki, çox oxumasına baxmayaraq, çaşdırıcı məqamı da budur ki, baxmayaraqdan sonra və yaxud da çox oxuduğu halda vergül. Hər ikisinin çaşdırıcı məqamı bunlardan sonra vergül qoyulmalıdır və qəribə bir sakitçilik olmasıdır cümlədə. Yəni, sanki fikir bitmirmiş kimi. Çox oxumasına baxmayaraq öyrənə bilmirdi və yaxud da çox oxuduğu halda öyrənə bilmirdi. Bu iki cümlələrin ikisi də sizi çaşdırmasın uşaqlar, sadə cümlədir. Bir dənə, tək sadə cümlə. Oldu? Halda və baxmayaraq gördünüzsə, bu cümlə sadə cümlədir. Oldu mu? Bəli, müəllim, oldu. Keçdik. M ilə bağlanan cümlələr. M sual ədatıdır. Amma sual funksiyası yoxdur cümlədə. Məsəl üçün, deyirəm ki, evə çatdın mı? Zəng elə. Evə çatdın mı? Zəng elə. Məktəbdən çıxdın mı? Birbaşa evə gəl. Bax, məktəbdən çıxdın mı? Birbaşa öyə gəl. Evə gəl. Bu cümlələrin ikisində də birinci budaq, sonra baş gələcək. Niyə görə? M sual ədatından bağlandılar. Və sadələşdirəndə necə olacaq? Zəng elə. Nə zaman zəng eləyim, ana? Evə çatanda. Nə zaman evə gəlim birbaşa? Məktəbdən çıxanda. Yəni, ikisi də sadələşəndə bu, məsəl üçün, evə çatanda feili bağlama tərkib olur, daxil olur həmən bu cümlədə buraxılmış üzvün yerinə və yaxud da məktəbdən çıxanda feili bağlama tərkib olur, daxil olur digər cümlənin buraxılmış üzvün yerinə. Başa düşdünüz? Bu da M ilə bağlanan sual ədat olaraq, amma sual funksiyasını yerinə yetirməyən bir ədat. Bağlayıcı vasitə birinci gəldi budaq cümlə. Anladıq buralarını? İsmailov. Gözəl. Sonra keçək nəyə? Əvəzlik gəlib. Xoş gəlib. Əvəzlik gəlib nədir? Bayaqlarım dediyimiz kimi işarə əvəzlikləridir. Əvəzlik gəlibin işləndiyi cümlə həmişə baş cümlə olur. Əvəzlik gəlib məsəl üçün o, bu, elə, belə, bax hətta o vaxt, o an, onda. Bunlar niyə yazıram? Çünki bayaqlarım yazdığımın yanında nə var idi? Kilər var idi. Ki olduqda olurdu, bağlayıcı söz. Kisiz olanda sualı öz üstünə çəkir. Bax, məsəl üçün öz üstünə çəkmə nə deməkdir? Deyirəm, onda kəndə çatdıq ki, bu cümlədə sualı üstünə çəkən söz hansıdır? Haysa, nə zaman çatdınız ki, deyirsən onda. Onda kəndə çatdıq ki, toy bitmişdi. Toy bitəndə kəndə çatdıq. Qısaca, bu budaq cümlə gəlir olur, bunun aydınlaşdıran üzv. Düzdürmü? Və yaxud da, bu sadəcə o ilə bu ilə olmur. Ona buna da ola bilir, onda bunda da ola bilər, odur budur ola bilər, o oldu bu oldu ola bilər. Yəni, hər zaman əvəzlik gəlib sayılır. Məsəl üçün, ona əsl insan deyərəm ki, kimə? Gördünüz, sualı çəkdi üstünə, oldu əvəzlik gəlib. Ona əsl insan deyərəm ki, heç kimi incitməsin. Heç kəsi incitməyənə əsl insan deyərəm. Sadələşdirəndə də belə bir şey olmuş olacaq. Və yaxud da başqa bir cümlə deyər. Əvəzlik gəlib olmadığı halda yerinə qoya bilərik. Bax, deyirəm ki, adam var ki, adamların sağ ol, naxşıdır.
Adam var ki nöqtə ondan yaxşıdır. Bax, belə bir ifadə var. Biz birinci cümləyə elə artıra bilirik. Elə adam var ki, adamların naxışıdır. İndi siz mənə deyin görün, bu elə əvəzlikdir yoxsa ədat? Əvəzlik. Niyə ədat olsun ki? Kimi də ədat deyən? Sırt. Yəni, suala cavab verəcək. Necə adamlardan söhbət gedir? Elə adam var ki, adamların naxışıdır. Bax, adamların naxışı olan adamlar var. Başa düşdün? O deməkdir. Amma birisində suala cavab vermir. Bax, elə adamları görmüşdüm ki, qaçmağa başladım. Burada artıq ədat olmuş olacaq. Oldu mu? Bəli, müəllim, oldu. Növbəti bağlayıcı vasitə. Uşaqlar. Belə bir məsələ var. Baxın, bir dənə sadə cümlə yazıram. Bir dənə də mürəkkəb cümlə. Nə ilə bağlanır? Yenə bayram gəldi, bütün günü part-apart. Adil. Çox oxudu. Amma cümləni yazaq. Öyrənə bilmədi. Öyrənə bilmədi kim? Adil. Oxudu kim? Adil. Bir mübtədaya uyğun həmciz xəbərlər. Bu oldu sadə cümlə. Düzdürmü? Bir də başqa bir cümlə yazıram. Adil çox oxudu. Amma mövzu yadında qalmadı. Yadında qalmayan mövzuydur. Çox oxuyan isə Adil idi. Oldu mürəkkəb cümlə? Gözəl. Bunun ikisində də tabesli əlaqəsi var. Çünki biri həmciz xəbərli sadə cümlədir. Bu isə tabes mürəkkəb cümlədir. Baxın. Hə? Bayaq dedik. Hə, sən deməli orada bilmirəm nətər qulaq asmısansa, onu bununla qarışdıracaq qədər anlamamısan deməli. Orada biz nə demişdik? İndi təzədən soruşaq səndən. Hə, bəs yaxşı. Arada onları bağlayan nə var idi ki, biz mübtədalar ikisinə də bir mübtəda aid olsa da mürəkkəb cümlə sayılırdı. Nə idi orada? Sabahın xeyir. Anladın mı? İndi baxın. Bunların əvvəlinə düzdür, doğrusu kimi, ara sözləri, modal sözləri artırdığımız təqdirdə intonasiya dəyişir və ikisi də budaq-baş sxemli tabeli mürəkkəb cümləyə çevrilir. Baxın, sadə idi ha. Amma bunu artırdıq, oldu tabeli mürəkkəb cümlə. Bu tabesiz idi, amma bunu artırdıq, oldu tabeli mürəkkəb cümlə. Niyə görə? Çünki intonasiya birinci tərəfdə yarımçıq qalır, başqa cür formalaşır artıq. Düzü Adil çox oxudu. Deyiliş tonunu görürsünüz. Artıq burada elə bir ton yaranır ki, cümləni yarımçıq saxlayıb yenə çıxıb gedə bilmirsən. Hə, nə oldu axırı? Yəni, artıq insanı intizarda saxlamış olur. İntonasiya məsələsi bunu həll edir ki, artıq cümlə yarımçıq saxlana bilməz. Doğrusu Adil çox oxudu. Görürsünüz? Hə, burada artıq hiss edirsən ki, bunu danışandan sonra davamı gəlməlidir, nəsə demək istəyir. Amma bir də var ki, Adil çox oxudu. Nöqtə. Amma mövzu yadında qalmadı. Nöqtə. Yəni ayrı-ayrı cümlələrdir. Belə bir şey. Çətin deyil ki. Allah sizi qorusun. Nə yaxşı varsınız. Belə uşaqlar. Bitdi. Mən də bitdim. Amma Məmməd Hüseyn Şəhriyarın Heydər Baba poemasında oxuduğumuz bir məsələ vardı. Deyir, məktəbdən çıxanda sanki deyir, ipdən qırılıb qaçmış dana çıxırdı. Özdə bir dənə dana yox ha, 50 dənə dana. İndi lətifəsi sizdən uzaq. Mən sizə dedim, qalxın. Otur. Bax, düz 5 il idi ki,
səydə hazırlığa gedirdi. Bu cümlə nə ilə bağlanıb? Çin. İndi bu cümlədən Çin'i sildik. Cümlə nə ilə bağlandı? Kül başımız olmasın sizin yazıqsız. Düz burada ədatdır. Mən dedim düz bağlayıcı vasitədir. İntonasiya ilə. Başa düşdünüz? Burada bir cümlə var. Oxuyuram ki, adam olum. Cümləsi nə ilə bağlandı? Ki ilə. Bəs yaxşı, ki yoxdur burada. Nə ilə bağlandı? İntonasiya ilə. Oxuyuram, artıq yarımçıq qalır və fikir bitməmiş sayılır. Bir bu məsələ, diqqətli olun. Sonra qarşınıza çıxıb sizi saçdıracaq başqa bir məsələ. Pulu varsa da adam deyil cümləsində uşaqlar. Belə en qədərdir bu cür adamlar. Pulu çoxdur, amma adamlıqdan nəsibini almayıb. Elə. Yaxşı pulun çox deyil. Pulu varsa da adam deyil. İfadəsində. Cümlə nə ilə bağlanır? Elə hanım? Yaxşı uşaqlar. Bu sa nədir sizcə burada? İsə hissəcidir. Yadda saxlayın. İsə hissəci bağlayıcı vasitə deyil. Çox oxuyursa öyrənəcək. Bəli, intonasiya. Amma çox oxusa öyrənəcək. Sa bağlayıcı. Sa şərt şəkilçisi. Bəli, hər ikisi budaq-baş sxeminə uyğundur. Hər ikisindən sonra vergül qoyulmuş olur. Amma isə bağlayıcı vasitə deyil, sa bağlayıcı vasitədir. Oldu. Yəni bu da testdə qarşımıza çıxıb sizi çaşdıracaq məqamlardandır. Azərbaycan dilinin ən gözəl dərsini keçdik bu günlərim uşaqlar. Gözünüz aydın olsun. Gedin demədim, söndür onu zəhmət olsa.